Belə bir kitab oxuyuram, Tarixin Qan Yaddaşı. Bunun içində bu sənədlərin üzləri var. Bu Xızı rayonunun Ağdərə kəndində olan bu ermənilər ki, bizim başımıza gətiriblər. Ona dair sənədlərdə fikir verin. Nasionalist Türk. Keçdik digər sənədlərə. Burada bir neçə sənədlər var arxa tərəfdə. Bu sənədlərin demək olar ki, hamısında nasionalist Türk yazılıbdır. Yəni Azərbaycanca desək, tərcümədə milliyyəti burada gördüyünüz kimi Türk yazılıbdır. Digər vərəqə geçsək, burada biraz qara düşübdür. Bayaq baxmışam burada bir çox sənədlərə. Demək olar ki, bütün sənədlərdə Türk deyə qeyd olunubdur milliyyətimiz. Burada da baxın, Türk yazılıbdır. Nəyi demək istəyirəm? Biz 40-cı ilə qədər Türk idik. 40-dan sonra bizi dəyişdilər yavaş-yavaş. Azəri deyə bir dənə millət yaratdılar. Bax, burada da Türkdür. Nasionalist. Bunu da ona görə elədilər ki, biz milli kökümüzdən ayırsınlar. Milli kökümüzdən ayırıb bizi daha tez məhv eləsinlər. Çünki bir millət kim olduğunu, hardan gəldiyini bilmirsə, o artıq başını itirəcəkdir. Yəni, Azəri deyilik, Türk oğlu, Türkü, əziz Azərbaycan türkləri. Biz Anadolu türklərindən daha çox Türkü. Çünki biz onlardan əvvəl 1918-ci il Ulu Öndər Məmməd Əmin Rəsulzadənin qrup yaratdığı Azərbaycan Demokratik Cumhuriyyətində artıq biz Türk idik. Millətimiz Türk deyə qeyd olunmuşdu. Burada da Türk yazıblar, Türk. Sağ olun, var olun.